Bakı Ağır Cinayətlər Məhkəməsində Azadlıq qəzetinin Fransada yaşayan baş redaktoru, jurnalist Qənimət Zahidin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə jurnalist Qənimət Zahid 7 il müddətinə azadlıqdan məhrum edilib. Qənimət Zahid dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə ittiham olunur. O özünü təqsirli bilmir və bunu jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirir. 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin rəhbəri, iş adamı Ruslan Eyyibov saxlanılıb. Ruslan Eyyibov Bəylər Eyyibovun qardaşı oğludur. 17 nəfər həbs olunub, beynəlxalq axtarışa verilənlərin olduğu bildirilir. İngiltərə və US Hüquq Cəmiyyətinin prezidenti Mark Evans, prezident İlham Əliyevə hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun azadlığa buraxılması üçün çağırış edib. Qeyd edib ki, Zabil Qəhrəmanov fəaliyyəti dövründə Azərbaycandakı polis zorakılığından da bəhs edib.